Xoş gəlmisən qaqa. Hoş gördük. Neçə yaşın var? 14. 14, maşallah. Hansı videolara xoşun gəlirdi? Hansılarını seçdin? O videolar var o sən. Ayda, bu bilmir necə söhbəti uzatsın. Arkadaş 40 getsin də. Qaqaşın, balacanın gül kimi saçı var. Mənim də saçım belədir bu arada. Mən özüm belə qırxıram, çünki mən 14 yaşımdan bu arada belə qırxıram. Yəni siz buna vüsal stili deyirsinizsə, bu 2004-də mənim başımdadır. 2004. Mənə belə yaraşır, mənə belə xoşdur. Uklatka, belə şeyləri bəyənmədiyim üçün mən bax ancaq belə qırxıram. Buradan üzümü tuturam vüsala, vüsal. Bu nə vaxt vüsal stili oldu ki, bu 2004-də hələ məndə idi. Hələ məndən qabaq da bunu belə qırxan var idi. Niyə sən hansısa bir kəsimi, saç kəsimini adını belə qoyursan? Qoymursan. Başlayaq inşallah. Başlayır. İnşallah. Allah, Məhəmməd, ya Əli. Kainatta yoktu senin o Qaqaşın əgər 14 yaşı var idisə, Qaqaşın saçı ilə hal-hazırda xarici görünüşü oldu 35 yaş. Düz demirəm? Qaqaş uşaq idi, oldu day. Açqıya bax hələ, açqı. Arxadakı kesələ bax bir dənə. Arxadakı da bax bir dənə. Arxadakı ləzzət edir sənə. Bu 100% valideyndir çünki onun saçı yoxdur, saç qıxdırmağa gəlməyib.